Uşaqlar, bugün duzlar mövzusuna yeni salınmış sual tipinə baxırıq. Deməli, bizdə qarışığı natrium SO4 və natrium karbonat verib və bizə bu qarışıqdakı duzların kütlə payının omega olduğunu verib. Yəni, hər ikisi omegadsa, deməli, duzların kütlə payı bir-birinə bərabərdir, yəni hərəsi 50%-dir. Çünki ikisi bir-birinə bərabərdirsə, yəni maksimum 100 olmalıdır, 100-ü 2-yə bölürük, hərəsinə 50% düşmüş olur. Qarışığın kütləsi M-dir. İkisi bir yerdə M qramdır və artıq miqdarda xlorid turşudan reaksiyasından sonra duz qarışığının kütləsi M+2,2-dir. Yəni, bu bizə nə demək istəyir? Demək istəyir ki, qarışığın kütləsi əvvəl M idi. Artıq reaksiya getdikdən sonra qarışığın kütləsi M+2,2 olub. Yəni, qısacası, qarışığın kütləsi 2,2 qram artıb. İndi hər iki reaksiyanı yazaq. H-xlorla reaksiyaya girən burada natrium SO4 olmayacaq. Çünki H-xlor belki xlorid turşusu sulfat turşusundan zəif olduğuna görə onu duzundan sıxışdırıb çıxarda bilmir. Ona görə də burada reaksiya getmir. Amma ikinci reaksiya baş verəcək. Çünki xlorid turşusu karbonat turşusundan qüvvətlidir. Və reaksiya zamanı buradan natrium xlor və H2CO çalınacaq karbonat turşusu. Karbonat turşusunda biz bilirik ki, zəif turşu olduğuna görə karbon qazı və suya parçalanmış yazmış olacaq. Və bunu da əmsallaşdırsaq, sadəcə natrium xlorun əmsalına 2 yazmış olacaq. Demək, reaksiyamız, ikinci reaksiyamız baş verdi. Baxırıq ki, natrium CO3-ün özünün kütləsi nə qədərdir? Özünün kütləsini hesablasaq 106 qramdır. Lab kənarda istəyirsə yazam. Mr natrium CO3. Natriumun kütləsi 23-dür. 23-ü vurursunuz 2-yə. Karbon 12. Oksigen də 16 vurursunuz 48. Bunu da hesablasaq 106 qram eləyir. Yəni, buradan çıxır. 106 qram natrium CO3-dür. Alınan duzda 2 mol natrium xlordur və bunun da kütləsi siz hesablasaq 117 qram eləmiş olacaq. Yəni, natrium xlorun kütləsi natrium 23-dür, xlor da 35,5-dir. Bunu hesablasaq 58,5 eləyir. Qarşısında 2 mol olduğuna görə bir dəfəlik mən yazdım ki, 117 qrama bərabərdir. Və burada əgər baxası olsaq, deməli, kütləmiz nə qədər artıb? 117-dən, daha doğrusu 106-dan 117-yə kütləmiz 11 qram artmış sayılır. 11 qram artıb. O zaman mən belə bir tənasüb qururam. Deyirəm ki, normalda 106 qram natrium CO3 reaksiyaya daxil olduqda kütləmiz 11 qram artır. Axı bizə şərtdə 2,2 vermişdi. Bəs neçə qram natrium CO3 reaksiyaya daxil olsa kütləmiz 2,2 qram artır? Buradan x-i tapacaqsınız. Deməli, 21,2 qram. Artıq tapdınız ki, 21,2 qram sizdə natrium CO3-ün kütləsidir. Və biz də şərtdə nə demişdik? Demişdik ki, 50% natrium CO3 olanda 50% natrium SO4 olur. O zaman elə 21,2 qramda natrium SO4-dür və bizdən yekun olaraq M istədiyinə görə, yəni ikisinin bir yerdə kütləsini istədiyinə görə 21,2-nin üzərinə 21,2 gəlib, cavabı 42,4 qram tapmış olacaq. Artıq bizə cavab 42,4 qram olmuş oldu.